Herkese selam. Kanalıma videoma hoş gelmişsiniz. Bugün sizlerle birlikte masada vlog, yani akşam vlog çəkirəm. Yani masamda bir şeyler edeceğim. Kısa bir ara vermiştim video çekmeye. Çünkü posta da bir iki gün bundan qabaq attığım yazını kimse görübsə, orada yazmışdım ki evde değilim ama qayıdacağım. Sizi videosuz koyduğum üçün üzür, çünkü yenə də deyirəm, evdə değildim. İndi isə yenidən qayıtdım. Gəlin keçək videomuza. Vlog olduğu üçün istədiyimi yəni edə bilərəm. Buna görə də masam biraz dağılıb. Çünkü mən yeni bir şeyler düzəltmişəm. Birinci masamdan toplayaq, sonra isə yeni düzəltdiklərimi göstərim. Belə kameranı sabitlədim. Mən başka YouTube yani böyle videolar çekenlerde böyle bir şeyler görmüştüm. Yani hem de ben harici videolarda da görmüştüm, yani haricilerden. Böyle bir şeyler düzeldip içine hediye koyurdular. Ama ben birazcık sakar demeyeyim, mal olduğuma göre bunu eləmişəm. Ama içi boşdu ve her tarafını bantlamışam. Bunu eləyəndən sonra mənim artıq belə şeylərdən düzəltməyə həvəsim azaldı. Buna görə belə yarı yolda yarı qoyub, yəni belə dağınıq buraxdım buranı. Bundan bəlkə əgər fikrimə düşsə bunlardan edə bilərəm. Amma içinə nə qoyacağım onu bilmirəm. Mən siz necə etmək istəyirəm, onlardan fərqli. Belə paketlərin içinə hədiyyə qoyub, yəni hədiyyəliklərdən bir şeylər qoyub onları bu yeni düzəltdiyim çəkməcənin içine koymak istəyirdim. Lakin bunu eləyəndən sonra mənim moralim bozuldu və buranı belə dağınıq qoyub getdim. Neysə, çox danışdım. Gəlin yığaq. Stikerlər də qalıb belə. Bu smart stikerlərdən istifadə etmişdim. Onları çıxartmışam. Bir də ki, bu şeyi qabağa çəkdim. Bu necə deyim? Onu da qabağa çəkdim, orqanayzerim. Belə oradan ona bunun danışıram mən. Bunun üçün etdiyim sleeve'i buradan kəsmişəm. Belə bir paket, bu da qalıb burada. Artıq mən dostlarıma da bəlkə haçansa görürsə hədiyyə hazırlaya bilərəm. Çünki məktəb bitdi, yəni artıq dostlarıma hədiyyə hazırlaya bilməyəcəm. Yani görüşməyəcəyik. Yaxınımda olan bir-iki dostum var. Onların ad günündə falan gələcəm onlara. O zaman hədiyyə eləyə bilərəm. Amma yəni belə normalda mən yəni yayda heç bir dostumla görüşmürəm. Görüşürük, prosta yəni uzun piknik falan edirik arada. Yəni onda hədiyyələr düzəldib verə bilərəm. Mən nəyə görə? Buranı biraz toparladım. Söhbət eləyə yığacağım. Mən nəyə görə bu çəkməcəni düzəltdim və bu qutunu qoydum bura? Əslində bindirlərim bura yerləşirdi. Lakin abunəmə görə masamın kiçik olduğunu düşündüm. Buna görə də masamı böyütmək qərarına gəldim və belə şeylər düzəltməyə başladım. Yəni belə şeylər düzəltdim. Bunu yeniden əlavə elədim. Bunu çəkməcə düzəltdim. Bunlar da buradan götürüb bunun yanına da baxın. Bu ikisinin yanına da bir şeyler koyacağım. Gəlin mənim yanımda bir-iki kağızlar var. Onları atım gəlim. Aha, gəldim. İndi bu şeyin altında belə mənim vərəqlərim var. Bu vərəqləri burada lazımsız kimi görürəm, amma yani ehtiyacım olanda bunu qaldırıb vərəq götürürəm. Belə də qıraqlardan çıxır və çox səliqəsiz görünür. Burada stiker qalıb. Çox səliqəsiz görünür. Buna görə burada dolub bu. Buna görə bu kağızları buradan götürmək istəyirəm və bu matı, öz düzəltdiyim matı stola yapışdırmaq istəyirəm. Bunlara elə qırağa qoyun, bəlkə nəsə lazım oldu düzəldəndə. Ayda stol biraz batıq deyə silim gəlim. Yəni batıqdır deyəndə pozan qırıntılar falan var. Nəm salfetka gətirib ya da spirt gətirib gəlmişsizəm yerdə silim. Belə salfetlə spirt
Gətirdim. Matı götürüm buradan. Və buranın qəşəng spirtləyək. Bir sürədir burada yox idim. Deyəndə tozdanıb. Çünki mən yəni tozdanmamış masama oturanda, hər oturanda videodan qabaq masamı təmizləyirəm. Bir sürü olmadığına görə mini tozlanmış ola bilər. Həm də BSG-lərə hazırlaşırdım getməmişdən əvvəl. Test falan çözürdüm. Ozanın qırıntıları qalıb. Orada BSG-nin cavabları çıxmayıb hələ. Mən BSG haqqında düşüncələrimi deyim. Riyaziyyat bir sualı incidən bilirəm ki, səhvdir. Çünki əməlmə dedi. O da bizim keçmədiyimiz bir sual idi. Ona görə məncə problem deyil. O da 3 ballıq idi. Ondan əlavə, yəni onunla bir yerdə riyaziyyatdan 2-3 səhvim olacağını düşünürəm. Əgər 80 bal olsa belə, mən KSG-lərim, əvvəlki KSG-lərim yaxşıdır. Yəni KSG-lərlə hesablansa, iliyim 5 çıxa bilər. Ana dili 1-2 səhv ola bilər. Amma ingilis dili full da, yəni elə düşünürəm. Bir dənə mətndən bircə dənə səhvim ola bilər, 4 ballıq. Onu da məncə KSG-lərlə hesablansa 100 bal ola bilər. Nəysə, mən buranı düzəltdim. Yəni təmizlədim. Sovetqanı bu arada yana qoydum. Sonra apararam. Skotçun yerini tapmağa çalışıram. Bunu bura biraz bantlayayım. Çünki hər dəqiqə daha doğrusu tərpənir yerindən onun əsəbimə toxunur. Sürüşür də bir yerlərə. Qayçımı götürüm. Kəsək. Bu arada belə uzun videolar çəkim, yoxsa qısa-qısa. Bunu yorumlarda yazsaz sevinərəm. Çünki mən bilmirəm, yəni siz belə uzun videolara baxanda sıxılırsınız, yoxsa yəni baxırsınız da, yəni sıxılmadan. Bunu bilmək istəyirəm. Yorumlarda yazsaz sevinərəm. Nəysə, buranı düzəltdim. Bunu da iki tərəfdən bantladım. Heç nə olmaz, ən azından sürüşmür. Etdiyim dəyişiklikləri göstərəcəm. İlk öncə bu çəkməcələr, bunu göstərmişdim deyəsən. Bunu göstərmişdim deyəsən. Göstərmişdimsə üzr, amma yenidən göstərəcəm. Çünki yadımda deyil göstərmişəm ya yox. Bu sirmədə ilk öncə belə bir təzə stiker yapışdırmışam. Kamera işıq söndürüm. Bu stikeri yapıştırmışam. O bir ayrıntıdır. Daha sonra bunları bura koymuşam. Bu çəkməcədə isə mən Renkli Dünyam kanalından belə bir şeylər etdiyini gördüm. Mən onların çox hoşuma gəldi. Yəni mənim kimləsə bir şeylər etdiyini, bir şeylər edərsə kimsə, mənim o xoşuma gələrsə, özüm də etməyə həvəslənirəm. Bunların gəlin turunu eləyək. Burada enfoverim var. Amma yəni onu heç kimə verməyi düşünmürəm. Özümdə saxlayacağım. Bayaq etdiklərimi göstərim. Belə bir sinema olar. Burada üstü bantlıdır. Tez-tez göstərəcəm. Kromi var. Bunu sonra saxlayacağım. Hello Kitty var. Çox bəyənmədiyim. Belə Poco var. Mülkdür məncə. Yəni bunları kartlardan baxıb çəkmişəm. Ayaqlı olanları, məsələn bunları kartlardan və yaxud da stikerlərdən baxıb çəkmişəm. Bunu da bayaq eləmişəm. Stikerdən baxıb çəkmişəm. Bunu isə stikerdən baxıb çəkmişəm və bayaq eləmişəm. Mən resim çəkəndə üzərindən belə markerlə keçənləri çox xoşlayıram. Lakin bunlardan bu My Melody o qədər sinir krizi keçirtdim ki, ayda 9 dəqiqə oldu. O qədər sinir krizi keçirtdim ki. Çünki kağızda çəkmişəm. Belə markerlə keçməyi də xoşlayıram deyə markerlə keçdim. Amma elə bərbad alındı ki, yəni çox gözəl də çəkmişdim. Sonra bir dəfə də çəkdim, yenə markerlə getdim. Yenə eyni şey alındı. Sonunda belə elədim. Ruçka ilə. Bunları göstərdim deyəsən. Enfoverim budur. Bunun adını bilmirəm. Bunun adını eşitmişəm. Kiki olmalıdır. Ya da buydu Kiki. Neyse elə bir şeydi də.
bir şeyler. Neyse. Bu favorimdir. Çox qəşəng çəkdiyimi düşünürəm. Siz pis görə bilərsiniz. Burada kartlarda bunları göstərmişəm. Dəyişiklik yoxdur. Burada da dəyişiklik yoxdur. Amma var. Bu bant şeyini bura qoymuşam. Bantı bu boşluğa qoymuşam. Bir də burada stiker qutumu doldurmuşam da, yəni full dolub. Baxın belə. Bunlar mən bunlardan arxalarını, yəni yağlı kağızlarını çıxardıb onlardan sleeve etmişdim. Amma dəftərin arxasına yapışdırmışdım da bunları. Bir vərəqi bantladım, bütöv vərəqi. Bunun üstünə stikerlər yapışdırdım. O görə gözəl bir şeylər aldı. Yəni çıxır, qopmur. Siz də edə bilərsiniz. Baxın belə. Həmin yağlı kağızlardan da özünüz stiker düzəldə bilərsiniz. Neysə, lap çox danışdım. İndi digər tərəfə keçək. Bunu göstərmişdim deyəsən. Neysə, göstərmişdim. Göstərmişdim. Və yeni düzəltdiyim belə bir çəkməcə var. Çox da bəyənmədim çünki biraz çətin çıxır. Amma mən içinə nə qoyacağımı bilmirəm. Belə ağ kağızla qaplamışam. Bu üstü ağ kağızla qaplı deyildi, yanları qaplıydı. Amma bayaqları qapladıb, stikerlədim. Burada belədim. Bunu bu arada dəftər qapağından eləmişəm. Dəftər də yox, daha doğrusu albom. Burada belə bir şey elədim ki, rahat çəkə bilim belə. Amma çəkəndə də qıraqlardan tutmalıyım. Çünki baxın, belə çəkmək biraz çətindir. Yəni geri belə eləyim də, onda da cırıla bilər. Amma bunun içinə bilmirəm mən nə qoyum. Masamı böyütmək istəyirəm, amma bilmirəm nələr düzəldim. Bir dənə daha Rəngli Dünyam kanalından bir şey görmüşəm. Deyəsiniz ki, yəni hər şey ondan görmüşəm. Bəli, ona çox baxıram. Buna görə də bir şey görmüşəm ondan. Yara bantları çəkir, belə stiker halına gətirir. Onları bu alt çəkməcəyə qoymaq istəyirəm buna. Buradakı kartları isə bunun içine qoymaq istəyirəm. Yenə də siz yorumlarda fikrinizi yaza bilərsiniz. Sizin fikirlərinizi də nəzərə alacağım. İndi bilmirəm nə edək. Bir də dəyişiklik eləmişəm. Burada bu dəftər, etkinlik dəftərimi bura qoymuşam. Kart düzəltməyə belə bir şey var. Bunu bura qoymuşam. Mozaikamı qoymuşam. Bir də belə bunun yeri buraydı. Stiker dəftərimin də yeri burada əslində. Taşıb ora qoymuşam.